İnne tavsiyete alel-iyal min a'zamis sədaqat. Buyurur, bir adamın ailəsinin güzaranı üçün çalışıb nəsə gətirirsə, onun verdiyi ailəsinə xərc, həyat yoldaşına xərc verir. Ən böyük sədəqələrdən ən böyük sədəqə budur. Başqalarına verməkdən çox birinci ailəsinin güzaranını təmin eləsin. Ən böyük sədəqədir. Biri orucunu pozmuşdu, gəldi dedi, ya Rasulallah, orucumu pozdum. Peyğəmbər buyurdu ki, pozmusan kəffarə verəcəksən də neyək? Dedi ki, mənim heç nəyim yoxdur. Dedi, filan qədər xurma ver. Dedi, heç xurma da yoxdur. Bir şey yoxdur əlimdə verməyə. Peyğəmbər dedi ki, gəl mən sənə bu xurmanı verim. Bir qədər xurma verdi ona, apar sədəqə verdi. Dedi ki, ailəmin hamısından çox ehtiyacı var bu sədəqəyə. Dedi ki, yox, apar ailəyə ver. Orucun pozdu, xurma qazandı, ailəsinə apardı, verdi. Ən böyük sədəqə ailəyə verilən sədəqədir. Beləsi də olur, oruc pozur, onsuz da ailəsinə çörək aparmalıydı. Orucun pozdu, Peyğəmbər ona kəffarəni onun əvəzini verib də götürdü, gəldi evinə. Peyğəmbər də dedi, eyb yoxdur, yəni bu ailəyə də olsa elə sədəqədir, yaxşı əməldir. Ən böyük ibadət sayılır. Bizim ibadətlərimizin mənəviyyatı niyə görə artmır? Ona görə ki, işimizi ibadət saymırıq. İş ibadət sayılmayacaqsa, namaz da ibadət olmaz. Namaz mənəviyyat verməz insana. İnsan iş görsün, bir dənə təcrübə eləyin, kim ki eləməyib. İş görün, yorulun, axşam yorğun halda dayanın, dəstəmaz alın, namaz qılın, görün namazın halı dəyişir, yoxsa yox. Daha keyfiyyətli olur, yoxsa yox. Burada bir dənə problem var. Problem odur ki, biz niyyətimizi düzəldə bilmirik. İşə ixlasla, qurbətən illallah yanaşa bilmirik. Belə bir niyyət eləyə bilmirik. İşə gedirsən, deyirsən ki, ilahi, qurbətən illallah işə gedirəm. Bir dənə zirənk mələk çıxar, deyər ki, doğrudan qurbətən illallah, bəs maaş alırsan axı. Onu necə eləyək? Burada niyyət eləmək çətinləşir, problemə çevrilir. Çətinləşir işin niyyətini Allah üçün eləmək. İlahi, dərs oxuyuram, qurbətən illallah. Bəs diplom necə? Axı, o da var ki, diplom alın, sonra desinə filan kəs ali təhsillidir, filan yeri qutarıb. Çətin məsələdir, məsələ çətinləşir. İşə niyyət eləmək çətindir, çünki faydası göz qabağındadır. Ona görə çoxu boyun qasırır, deyir ki, bu necə buna nə niyyət eləmək olar? Amma namaza asandır. Namaza niyyət eləmək asandır. Namazdan dərhal bir fayda götürmürsən axı. Namaz elə qurbətən illallah olar. Amma işə gələndə çətindir. Namaza bir şey vermirlər axı adama. Ona görə löqdə başqa çarəm yoxdur, qurbətən illallah namaz qılıram. Hərçənd bəziləri bunu da bacarmır. Amma o işlər ki, nəticəsi var göz qabağında, o fayda mane olur ixlasla onu eləməyə. Fayda qarışdırır. O işlər ki, faydasını dərhal götürürük, onlar üçün ixlasla niyyət eləyə bilmirik. Bu işlərdə ixlas daha dəyərlidir. Bilirsiniz? Namazın qurbətənillallah qılınmasından daha dəyərli işin qurbətənillallah görülməsidir. Çünki çətindir niyyət eləmək. Qarışdırır adam niyyətini. Ona görə Quranda buyurur, Qul innə səlati və nusuki və məhyayə və məmati lillahi rabbil aləmin. De, mənim namazım, ibadətim, bu asandır. Namazım və ibadətim. Ondan sonra həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Yəni həyatım. Çörək yiyirəm qurbətənillallah. Allah, çünki Allah olmasaydı yeməyəcəkdi. Qarnın aclı çörək yiyirsən, niyyət eləyə bilmirsən axı. Çətindir. Deyir o, tamaşada deyir ki, siz benim toydan toya paltar giyinirsiniz. Sən onsuz da mədən yemək tələb eləyir, yiyirsən, necə niyyət eləyəsən ki, Allah üçün olsun. İşləyirəm Allah üçün, mən dərs oxuyuram Allah üçün. Bunu necə həll eləyək? Bu ayədə görsən, asandan çətinə gedir. Deyir, mənim namazım
ibadətim, həyatım və ölümüm aləm üçündür. Aləmlərin Rəbbi olan Allah üçündür. Namazım, ibadətim asandır. Həyatım Allah üçündür. Ondan sonra lap çətini ölümüm Allah üçündür. Mən istəyirəm Allah üçün öləm. İlahi, mən ölmək istəmirəm axı heç. Gələ sənin üçün öləm. Mən sənin üçün nə qədər istəyən yaşayım, amma ölmək məndən istəməm. 100 il yaşayım sənin üçün. Amma 100 il onun üçün yaşayan, ölümü də onun üçün olur. Özü qəribədir, ölüm qeyri-ixtiyari bir şeydir. Amma Allah üçün olur. Ölümü də Allah üçün olur. Paltar giyinirsən, gedirsən dükandan, bazardan paltar alırsan, siz Allah indiyəcən olub ki, qurbətənli Allah bu kostyumu alıram. Kimin yadına düşüb Allah? Deyir, gedim görüm hansı brenddən alım, cəmaat nə deyəcək, bunu giyinəndə desinlər. Hədisdə var, kim paltar giyinsə ki, cəmaat mənə belə desin, paltar əynində olduğu müddətdə Allah ona nəzər eləmir, baxmır, nəzərini çəkir onun üstündən. Allah da deyir, gözəl paltar giyin, cəmaatın içində ehtiramın, hörmətin olsun. Cəmaat da bu yandan fikir verir, niyyət qarışır. Amma görə insan otursun, məşq eləsin bunu, məşq eləsin. Pul qazanım sənə görə, qiymət alım sənə görə, paltar giyinim sənə görə, dişimi yuyuram sənə görə. Axı, sən dişi yuyursan ki, düşün ağrımasın. Cəmaat desin, maşallah, dişləri ağabbağdır, təmizdir. Amma bu yandan da deyən ki, sən özün deyirsən ki, dişivi yu ki, cəmaat desin ki, bu səliqəli adamdır, təmiz adamdır və cəmaat desinin də minnətini Allahın üzərinə qoy. Özü xoşlayır, o minnəti qəbul edir. Təmizliyimə fikir verim, səliqəli olum, həm də cəmaat mənim vasitəmlə dinə rəğbət artsın ki, maşallah, səliqəli, təmiz, gözəl, cavan oğlandır, ya yaşlı, ağsaqqal kişidir. Görürsən necə səliqəli adamdır. Balığı əlində aparırdı, bir nəfər var belə-belə, əlində tutub aparırdı. İmam Rıza əleyhissalam gördü, dedi ki, bu nə vəziyyət? Ya İmam Sadiq əleyhissalam gördü, dedi, bu nə vəziyyətdir, əlində belə balıqla gedirsən. Deyir, özünüz demişsiniz ki, evin kişisi əlində bir şey yaparsa evə yaxşıdır. Doğrudan da elədi, uşaqlar görsün ki, kişi evə əli boş gəlməyib. Deyir, mən demişəm, amma bunu bir bağlamaya qoy, bir şey, iyi götürüb hər yanı, baxırlar, cəmaat ikrah yaradır, özün cəhənnəm, bizi də gözdən salırsan, deyirlər, bu İmam Sadiqin dostudur, mənim də abrımı aparırsan. Peyğəmbər buyurdu ki, ey Əbu Zər, sən elə bir halda ol ki, hər işin Allah üçün olsun, yeməyin, yatmağın, hər işin. Buyurdu ki, belə olmasan, qafillərdən olarsan. Yəni, namaz qılmaqla, oruç tutmaqla iş düzəlməyəcək. Bu işləri gör ki, qafillərdən olmayasan. Qafil bilirsiniz kimdir? Quran buyurur, ulaikə kəl ən'am bəlhum əzəl. Bunlar heyvan kimi və ondan da aşağıdırlar. Heyvan qafildir, qəflətdədir. Heyvandan da aşağıdır bu insanlar. Niyyət eləmək çətindir. Çünki mənfəət hazır var. Səliqəli geyinirəm, bahalı geyinməkdən söhbət getmir. Yəni, qəşən geyinirəm, cəmaat deyir ki, maşallah, burada qarışır niyyətim. Yəni, mən orada iş görürəm Allah üçün, maaş alıram, pul gəlir əlimə, orada niyyətim qarışır. Belə çətinlik bundadır və bu çətinliyə görə bunun niyyətini düzəltmək daha yaxşıdır. Və mən sizə bir dənə müjdə verim, bunu da mən keçmişdə də demişəm. Çətindirsə bunu eləmək, birdən bir adam işini qurbətənli Allah eləyə bilmir. Allah buyurur ki, kimin ürəyində hədisdə belə gəlib, hubbul ixlas. Kimin ürəyində Allah ixlasa məhəbbət görsə, yəni bir adam arzulasa ki, kaş hər işimi Allah üçün görərdim. Bu arzunu görsə, demirək, ixlası görsə. Kim ürəyində bu arzunu Allah görsə, Allah buyurur, onun həyatını mən tənzimləyərəm. Sən məşq elə, arzula ki, kaş mənim həyatım Allah üçün olsun. O zaman Allah da deyir, həyatını mən özüm tənzimləyərəm. Allahdan bunu istəyək ki, ilahi, ömrüm ibadət olsun. Bunu istəyək, belə dua eləyək. Allah da kömək eləyər.